Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, paytaxtın Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi 175-177 ünvanında Kəpəz MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının dam hissəsində aparılan işlərlə bağlı açıqlama yayıb. Media TV Azmedia qrupu xəbər verir ki, komitədən Qafqaz İnfoya bildirilib ki, məsələ ilə bağlı bu gün qurum tərəfindən əraziyə baxış keçirilib və razılaşdırılmamış işlərin həyata keçirildiyi müəyyən edilib. Qeyd olunub ki, aparılan işlər mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən dayandırılıb və aktlaşdırılıb. Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq yerli səviyyədə şəhərsalma nəzarəti çərçivəsində müvafiq nəzarətin təmin edilməsi üçün aidiyyatı üzrə dövlət qurumlarına müraciət edilib. Onu da əlavə edək ki, yerli mətbuatda yayılan məlumatlara görə Kəpəz MTK sabiq millət vəkili Mahir Aslanovu məxsusdur. Bundan başqa onun biznesinə Happy Inn Otel, Kəpəz Hospital və Kəpəz qrupun da daxil olduğu bildirilir. Kəpəz MTK ilə bağlı daha öncə bir sıra şikayətlər olub.